İlk olaraq mübarək Ramazan ayıdır. Hər kəsi salamlayırıq və orucları qəbul olsun deyirik inşallah və son illər, xüsusən də son 2-3 il ölkədə dini etiqad və vicdan azadlığı sahəsində ciddi geriləmələr baş verməkdədir. Əslində ölkədə ümumiyyətlə insan haqları və azadlıqları ilə bağlı problem çox böyükdür. Bu özünü həm də dini etiqad və vicdan azadlıqları ilə bağlı da göstərir. Bu həm qanunlar müstəvisində özünü göstərməkdədir. Biz görürük ki, ruhanilər üçün, ilahiyyat təhsil alanlar üçün çox ciddi maneələr yaradılır. Bu həm kitab nəşri və kitab yayımı ilə bağlı özünü göstərməkdədir qanunvericilik səviyyəsində ki, bu senzura tətbiqatı və bu kimi məsələlər var. Eyni zamanda da son illərdə məscidlərin sökülməsi, 2-yə yaxın məscid sökülür, təəssüflər olsun və bir neçə məsciddə bağlanır. Məscid bağlanma ənənəsi əslində bu, belə demək olarsa, son illərə aid mövzu deyil, daha öncədən də müşahidə olunan bir məsələdir. Son illərdə də təəssüflər olsun ki, həm Şəhidlər məscidi bağlıdır, qapalıdır, həm Əbu Bəkir məscidi bağlıdır, qapalıdır. Ümumiyyətlə biz hesab edirik ki, istənilən bəhanə ilə məscidləri bağlamaq olmaz, məscidlər açıq olmalıdır və ümumiyyətlə Azərbaycan üçün məscidlər baxımından hesab edirik, çox az məscid var. Sovet dövründə belə olan o standart hələ bir gün də demək olar ki, qalmaqdadır. Bəzən bir rəqəmlər qoyurlar ortaya. Gerçək rəqəmlər deyil və əhalinin tələbatını əks etdirən rəqəmlər deyil. Bakının 1000-ə yaxın ibadət yerinə ehtiyacı var əslində. Türkiyə ilə müqayisə eləsək, ondan da çox olar, amma elə biz Türkiyə ilə heç müqayisə eləmədən deyə bilərik ki, Bakının neçə milyonluq Bakının 1000-ə yaxın ibadət məkanına, məscidinə, Hüseyniyyəsinə ehtiyacı var. Düşünürəm, bu kompleks buna yanaşma olmalı. Ümumiyyətlə, insan haqları, azadlıqlara olan münasibətin təzahürüdür. Digər tərəfdən Sovetdən qalma bir, belə demək olarsa, bolşevik yanaşmanın müəyyən mənada təzahürüdür. Yaxın Şərqdə baş verənlər onu göstərdi ki, dini etiqadı məhdudlaşdırmaqla insanların inancı aradan getmir və dünya dəyişir. 21-ci əsr azadlıq və Allahu Əkbər şüarlarının gerçək anlamda yanaşı birgə olduğu zaman toplumlar öz müqəddəratını həll eləməyə başlayırlar və belə bir dönəmdə bu məhdudlaşdırmalar ümumiyyətlə yol verilməzdir. Yaxın günlərdə dindar aləm üçün bir xoş olmayan xəbər də yayıldı, amma bu təkcə dindarlarla bağlı bir narahat doğurucu xəbər deyil. Eyni zamanda ölkədə insan haqlarının vəziyyəti və siyasi hakimiyyətin vətəndaşlara qarşı aqressiyasının növbəti nümunəsi idi. İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin xərçəng xəstəliyindən həbsxanada vəfat etməsi hər kəs üçün sarsıcı bir xəbər oldu. Söhbət ondan gedirdi ki, onun ölümünə bir neçə gün qaldığı əvvəlcədən məlum olsa da, hakimiyyət strukturları onunla bağlı qəbul olunmuş siyasi qərarı dəyişmədilər və Vaqif Abdullayev əziyyət çəkdiyi xəstəlikdən 4 divar arasında dünyasını dəyişdi. Qanunvericilik bununla bağlı nə deyir? Bu suala isə biz cavabı vəkil Namizəd Səfərovla birgə axtarmışıq. Namizəd bəy, bu yaxınlarda İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin ölüm xəbəri gəldi. Həbsdə olarkən o vəfat etmişdi. O həbsə düşməzdən əvvəl də xəstəliyi var idi və vəfat edəcəyi əvvəlcədən bilinirdi. Hüquq imkan vermirmi ki, həmin o xəstəliyi olan adam evində vəfat etsin? Yəni, o azadlığa buraxmaq olmazmı? Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının rəhbərlərinə və üzvlərinə qarşı keçən ilin yanvar ayında cinayət işi qaldırılmışdı. O cümlədən də İslam Partiyasının rəhbərlərinə qarşı belə bir cinayət işinin qaldırılması və ağla sıxmaq ittihamların irəli sürülməsi bir mənalı şəkildə qəbul olunmadı. Yəni, verilən ittihamlar güya qanunsuz silah əldə etmək, güya silahdan istifadə etməklə dövlət çevrilişi etməyə hazırlıq kimi ağla sığışmayan ittihamlar verilmişdi. Sonunda isə bu ittihamların nəticəsi olaraq İslam Partiyasının sədr müavini Vaqif Abdullayev də daxil olmaqla bir sıra üzvləri ayrı müddətlərə, uzun müddətə, o cümlədən də Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olundu. Bu 60 yaşlı şəxsə qarşı irəli sürülən bu ittihamın şəxsən mən elə fikirləşmişəm, heç bir əsası yoxdur. Verilən ittihamlar əsassız idi. Məhkəmədə də heç bunlar sübuta yetirilməmişdi və əsassız ittihamlara görə həbsdə yatmaq olduqca çətindir. Biri var ki, hər hansı bir cinayət törətdiyin cinayətə görə məhkum olunasan. Biri var, heç bir günahın olmadan sənə qarşı uydurulmuş qondarma ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum olunasan. Və
belə bir ağır ittiham üzrə əsassız uydurma ittihama görə şəxsin psixoloji təsirlərə məruz qalması, yəni bunu qəbul etməməsi təbiidir. Əlbəttə ki, hamı da yaxşı bilir ki, o həbsə alınmazdan da əvvəl bir sıra ağır xəstəliklərin daşıyıcısı idi. Bəli, siz çox düzgün deyirsiniz. Qanunvericilik ağır xəstəliyə tutulub, verilmiş cəzanın çəkməsinin artıq qeyri-mümkün edən ağır xəstəliklə tutulmuş şəxslərə qarşı azadlıqda buraxılma nəzərdə tutulur. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsində bilavasitə ağır xəstəliyə tutulmuş şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsini nəzərdə tutulur. Lakin çox təəssüf ki, bizim ölkədə Ədliyyə Nazirlik sistemində, cəza çəkmə müəssisələrində ağır xəstəliyə tutulmuş şəxslərin azadlığa buraxılması birmənalı şəkildə həyata keçirilir. Şəxsən mənim özümün də təcrübəmdə olubdur ki, məhkum ağır sağalmaz xəstəliyə tutulubdur və hamıya, həm ailəsinə, həm də orada cəza çəkmə müəssisəsinin müdiriyyətinə tam aydın idi ki, bu şəxsin bir neçə gündən sonra həyatı sona yetir. Yəni, ağır xəstəliyə tutulubdur, özdə cəza çəkmə müəssisəsi şəraitində onun müalicəsi və yaxud da cərrahiyyə əməliyyatına məruz qoyulması mümkün olmayan şeydir. Belə bir halda həmən şəxsin azadlıqdan məhrum edilib, humanist bir addım atılıb, həbs yerindən buraxılması ki, o ailəsinin yanında vəfat etsin, bir humanist bir addım olardı. Çox təəssüf ki, yəni deyirəm, bizim ölkədə bu təcrübədən istifadə olunmur. O cümlədən mənim təcrübəmdə olubdur ki, ağır xəstəliyə tutulmuş şəxsləri dəfələrlə vəsiyyətlər qaldırmışam ki, artıq bu şəxsin öz cəzasının çəkilməsinə bütün zərurətlər aradan qaldırılıbdır. Olsun ki, bu hər hansı bir cinayət törədibdir və yaxud da olsun ki, dediyim kimi, bu Vaqif bəyə qarşı irəli sürülən uydurma ittihamlarla olsun. Artıq bunun həyatı sönmək üzrədir. Bunu həbsxanada saxlayıb, onu orada ölümünü daha da yaxınlaşdırmağın heç bir zərurəti yoxdur.